Siz axşam bizə gəlin, həm bizim şəraitlə, həm də mənimlə tanış olarsınız. Başa düşdüm xanım. Bəs axşam yoldaşımız evdə olacaq da yəqin ki. Əş, onun kimi kişidənsə heç olmamağı daha məsləhətdir. Gün axşamacan fəhlə adından çıxır, axşam da 5-10 manat pulla gəlir. Ona görə mən də paylaşımlar edib yardım istəyirəm. Xanım, hər şey mənə aydındır, amma inciməyin məndən. Yoldaşımız evdə olmayacaqsa, mən o evə gəlməyəcəm. Siz gəlin, narahat olmayın. Mən də qadınam da. Siz bizim ailənin ehtiyaclarını ödəyin. Mən də bəlkə sizin ehtiyaclarınızı ödədim. Məncə o körpəyə yazığın gəlsin. Ehtiyacı olmaq pis bir şey deyil. Amma görürəm sənin ehtiyaclarını nəfsini idarə edir. Əziyyət çəkib pul qazanan yoldaşımdan məsum olan körpəyə yazığın gəlsin. Bu ehtiyac yox, əsl fahişəlik.